8 may 2025-ci ildir və həftənin cümə axşam günü dəyərli izləyicilər, Moskvadan Bakıya uçmalı olan təyyarə bir sutkadır ki gözləyir. Azərbaycan Hava Yolları aviaşirkətinin Rusiyanın Moskva şəhərindən Bakıya planlaşdırılan reysi gecikir. Oxaz xəbər verir ki, bu barədə Shot Telegram kanalı məlumat yayıb. Bildirilib ki, uçuş vaxtları təxirə salındığı üçün sərnişinlər Vnukovo hava limanında bir sutkaya yaxındır ki gözləyirlər. Qeyd olunub ki, gün ərzində təyyarənin reysi 6 dəfə təxirə salınıb. Azərbaycan Hava Yollarının mətbuat xidmətindən isə bildirilib ki, yaranan vəziyyətə səbəb Moskvanın hava məkanının bağlı olmasıdır və Moskva-Bakı reysinin sərnişinləri döşəmədə gecələyirlər. Belə ki, hal-hazırda yüzlərlə sərnişin çarəsiz duruma düşüb. Vnukovo hava limanında yüzlərlə sərnişin reysin bərpa olunacağını gözləyir. Marş Telegram kanalının yaydığı məlumata görə insanlar döşəmələrdə uzanmalı və ya hava limanındakı kafedə gecələməli olublar. Bu sərnişinlərdən bəziləri isə Vnukovodan Bakıya uçacaq reysi gözləyirlər və onlara qida üçün talonlar verilib, bəziləri isə mehmanxanalarda yerləşdirilib. Eyni problem digər təyyarə reyslərinin sərnişinləri üçün də keçərlidir. Qeyd edilir ki, Moskva rəsmiləri hava məkanının bağlanmasının sərnişinlərin təhlükəsizliyi ilə bağlı olduğunu da bildirib, dəyərli izləyicilər.